Cümlenize salam olsun. Yeni vlogundan karşınızdayım. Bu sefer başlangıcı biraz geceliyirəm. Hal-hazırda yoldayım. Trabzondan keçirəm. Yolumuz Merzifonadır. Orada gözləyəcəm. Sonra Çorumdan yükümüz var. Bu yükü götürəcəyik. Ayın səfərləməsi ya 29 ya da 30'u. Bugün de ayın 27'sidir. Her bir şey qaydasındadır. Biraz həmişə olduğu kimi başına biraz problemlər gəlib. Onlar barədə məlumat verəcəm sizə. İndi heç bir şeyi düşünmürəm. Onları geridə bırakmışam. Ama bir onu deyim ki, yani bu işi görmək üçün gələn insanın yani əlavə bir əsəb sistemi olmalıdır. Əsəblərin zorlamalısan, səbirli davranmalısan, yani o şeydə məndə 0 dərəcəsində. Deməli, mən sizə başıma gələn şeylər haqqında danışmaq istəyirəm. İranda yazısı keçən videoda paylaşmışdım. Mən Ramildən qeyb yükü götürmüşdüm. Lap əvvəlki videoda da paylaşmışdım. Konkret olaraq bütün İrana Biləsuvar tərəfdən keçən tır sürücülərinə deyirəm. O videoda gördüyünüz Ramildən yük götürməyin. Ən birinci mən Moskvaya gedəndə də onunla problem yaşamışdım. Onunla problem yaşamışdım yəni onun mal verdiyi adamla problem yaşamışdım. Pulumu da adını kəsmişdilər. Bu səfər də İrandan tək bir yük üçün getdik. Yəni ya heyva, ya nar, yəni tək bir məhsul üçün getdik fəhminlə. Bizə dediyi yükü vermədi, başqa bir yük verdi. Hansı ki qarışıq tərəvəzdə idi. Xiyar, bibər, badımcan məndə idi. Xiyarla bibər də fəhmində idi. Xiyar, bibər, badımcan bir-birinə uyğun məhsullar deyildilər. Çünki badımcan qazlı məhsuldur, temperatur aşağıda gedir. Amma bibərlə xiyar yəni təqribi eyni temperatura gedirlər. Zaten İrandan çıxan ərəfədə də mən badımcan videosunu çəkmişdim ki, badımcan xarab olur. Çünki badımcan +7-də heç vaxt getməz. Buna baxmayaraq, yəni hamısına məlumat vermişdim. Buna baxmayaraq apardım, malı çatdırdım Tiflisə. Bilirsiniz ki, ayın 12'si girmişdim İrana. Mən Tiflisə ayın 23'ü malı boşaltdım. Və İrana bizə malı da gətirən ən az bir 3 gündə onun içində qalmışdı. O biçimdə bir 14-15 gün mal maşınlarda gəzdi. Axırda heçdən mal xarab olmuşdu. Badımcan özü xarab olmuşdu. Badımcan qazı, bibərlə xiyarı da boşaltmışdı, qaraltmışdı, xarab eləmişdi onları da. Düzdür, bütün mal yaman gündə deyildi. Ən az bir 30% yaman gündə düşmüşdü. Buna baxmayaraq mənim ödənişimi vermədilər. Neçə frakt nə qədər yazılmışsa, nə qədər deyilmişsə, yəni 1 manat belə pul vermədilər. Ramil yaxın durmadı. Halbuki yükləyəndə mənə əminliklə deyir ki, narahat olma puldan zatdan, heç vaxt heç bir problem ola bilməz. Mən icazə verməm elə bir şeyə, amma heç bir şey eləmədi. O pul da eləsinə batdı, vermədilər. Fəhminin də pulunu kəsdilər, onu da demək olar yarısını vermədilər. Yəni hamısını bəhanə elədilər. Yəni çox həm maşının içində malın çox qalmağı, çünki daş motoru yoxlanışa düşdük, sıraları gözlədik. Yəni bunlarda bizim heç birimizin günahı olmadığı halda, yəni pulumuzu kəsdilər və Ramil heç nə eləmədi. Ona görə bütün izləyicilərim, bütün tır sürücüləri, hansı ki Biləsuvara İrana girib çıxırlar, Ramildən yük götürməyin, əgər problem yaşamaq istəmirsinizsə. Yəni bu sizə bir tır sürücüsü olaraq deyirəm də sizə, yəni məsləhət görürəm. Yenə də son məsləhət özünüzündür, söhbəti yox. Amma mənim, əgər mənə inanırsınızsa, o insana yük götürməyin. İran gözəl yerdir, İranla bağlı heç bir problemim yoxdur. Oradakı insanlar hamısı, yəni Azərbaycanlılara qarşı çox yaxşı, çox gözəl ünsiyyət qururlar. Bəzi dırnaqarası insanlar var ki orada, Ramil kimi üzə gülürlər, sənlə yaxşı danışırlar, hər şey eləyirlər. Amma belə bir problem olanda yaxın durmurlar, sən də pulun batır. Belə, budur mən başıma gələn, yəni heç bir fraktımı vermədilər. Mən də özümə söz verdim, daha İrana girib yük götürməyəcəm. Girsəm belə, yəni Ramildən yük götürməyəcəm. Bir yer diyeyim, yolumuz Merzifon'da, orada biraz gözləyəcəm.
Mars'da dayanmışdım. Orada 21 derece isti var idi. Burada hal-hazırda 17 derecedir. Bu cür gözəl şəhər, dəniz qırağında binalar, evlər, çox gözəl mənzərələri var. Xəritə ilə gedirəm Merzifona, axırı və Merzifonda səhv etmirəmsə 2023-ün mart ayında olmuşam, çünki ad günümdə mən orada oldum. Çox uzun müddət qaldıq orada. Gedirəm, 437 kilometrim var. İstəyirəm bugün gedim ona çatım. Dünən gömrükdən çıxdım, gəldim Mars'da yatdım. Bugün də istəyirəm gedim Merzifona. Merzifonda da Çorum'a səhv etmirəmsə 60-70 kilometr olmalıdır. Yəni yenə çəkişlərə davam edəcəm. Siz də abunə olmağı, bəyənməyi, yazmağı, dostlarla paylaşmağı unutmayın. Orxan yola davam edir. Hal-hazırda Giresun'dayıq. Burada dağda yazılıb, bilmirəm, oxunur yoxsa yox. Hava çox qəşəngdir. Bir ara hələ 22 dərəcəyə qalxmışdı. İndi plus 20 dərəcədir. Mənzərəyə baxa-baxa gedirik. kilometrimiz qalıb. 267 kilometrdən sonra Merzifona çatacaq. Orada gözləyəcəyik. Onda həm vaxtı yəqin ki bu güzgü qapaqlarını taxaram. O birisi vlogdan yadınızdadırsa, güya ki İranda taxacaqdım, sonra güya ki qırmızı körpüdə taxacaqdım. Bir dənə germetik ala bilmədim ki, mən bu güzgü qapaqlarını taxım. Qəşəng ağ rənglətdirmişəm, təzə almışam, rənglətdirmişəm, amma üstündə taxa bilməmişəm. Bir rəngi də deyəsən səhv rənglətdirmişəm. Düm ağ rəngidir, ağappaq. Amma maşın biraz sarı, fason ağıdır. Görək də necə yaraşacaq. Amma qaradansa daha çox gözəl görsənəcək. Qara maşını boğurdu. Türkiyəmə bu hissələrini həmişə mən gecə getmişəm qaranlıqda. Ona görə mən belə mənzərələr zatları fikir verməmişəm. Gecə gəlib, gecə də qayıtmışam. Ona görə görməmişəm. İndi gündüz vaxtı gedirəm, çox xoşuma gəlir. Yəni insan həyatında heç olmasa bir dəfə də olsun bura gəlib, gəzib getməlidir. Burada nəsə açılış olub. Giresun Belediyesi, bayraqlar, zatlar. Nəsə tədbir var yəqin ki burada. Və burada hər yer kafelər, restoranlar və çoxlu məscidləri var. Dəhşət arasında çox məscid var. Hər 1 kilometrdən bir mən məscid görürəm. Axşamımız xeyir. Arısa 160 km saat yolum qalıb. Burada bir dənə köftəci Selçuk var. Onun yanı saxladım, yemək yiyeyim. Sonra tərpənəcəm. Harca bir saatdan çox da gəlib çatmışam, Merzifondayam. Köftəci Bülent var burada, onun qabağına dayanmışam. Sabah xaladenk yoxlatdırım, kağız götürüm, gəlib köftəci Yusufun qabağına dayanacam, o daha yaxşıdır. Daha genişdir, zapsaz dükanı, hamam zat, hər bir şey var orada. İnşallah orada gəlib dayanacam. Burada özüm dayandım ki, burada yatım. Sabah da xaladenk yoxlatdırım, üzbəüzdədir. Yoxlatdırım və salam. Gedim görə rahat o tərəfdə saxlayayım. Hər kəsin sabahı xeyir. Burada hal-hazırda saat 1:20 dəqiqə işləyib. Məni çağırdılar yükləməyə Çoruma. Əslində ayın 30-u yükləməli idim. İndi çağırdılar. Mən tərpəndim, gedirəm. Gedim yükümüzü götürək. Qaydaq Hopaya. Gömrük Hopada olacaq, Rastamoşka. Ondan sonra sıramızı götürüb sıra gözləyəcəyik inşallah. Yolcu yolunda gələk, necə deyərlər. 3 il bundan əvvəl buralarda. Buralar necə qoymuşamsa yerdə qalıb.
2023'ün mart ayında burada olmuşam. Niye yadımdadır? Çünkü ad günümdə burada oldum. Azərbaycan qayıda bilmədim. Çox gözlədik burada yükü ona görə. Artıq demək olar yükleme yerine çatmışam. 2.5 kilometr qalıb. Yerdə asfalt yoxdur, xırda daşlardan Targovada olan kimi. Yavaş gedirik. Gedək ora çataq. Həmdə indi orada abiddir də, yemək vaxtıdır. Yemək vaxtı bitsin, yükləsinlər. Yəqin ki sürəcəm, 700 kilometr yol Hopaya qədər sürüm, girim şeyə, Hopa gömrüyünə. Rastamoşka olunsun, sonra sıramı götürüm. Rastamoşka olmamış sıra götürmək olmur. Hava yaxşıdır, 11 dərəcədir. Plus 11 dərəcə. Ona görə də yaxşıdır. Düz gəlmişəm gəlməyinə. Amma ucu maşın yükləməyə qutardı ki. Yoxsa yerini dəyişir. Arxa-arxaya vereyim. Dönüm burada rahat. Sağda yükləmə yeri, rampa var imiş, görməmişəm. Dedi, sən çox gəlmişsən bura. Yerdə orada qırmızı daşlarla xət var. Onunla dedi bərabər ver, saxla. Bu xət var ya ora. Düşümsəm qapılarını açım. Deyir ki gözlə gəlsinlər, sənə ora verməyə kömək eləsinlər, vurma. Elə bil, mən zəif şoferəm, nəyəm, başa düşmədim. Qabağa verək. Şöyle arxa qapıları açaq. Olsun əla. Heç vaxt əlcək taxmıram değil mi?
Yüklədiyi qutardılar. Daha da yüklədilər, qutardılar. Şimdi qapıları bağlayaq. Üçümüzdə tortilla, qalın lavaş. Yaxşı bu su qabını almışam ilandan. Su az qalıb içində. Amma yenə də işimizə yarayır. Gedək yuxarıdan sənədləri götürək. Qarşımızda hardasa 10 saatlıq yolu var. Sənədlərimizi də götürdük. Demişdilər Hopa gömrüyü olacaq. Amma demişlər Hopa'da gömrük olacaq. Amma indi burada dedilər ki Trabzon limandadır gömrük. Yadınızdadırsa orada balıqda getmişəm mən ora. Gedək ora yavaş yavaş. ...514 kilometr yoldur. Ehtiyatla gedək. Çataq limana inşallah. Orada elə yaxşı oldu əslində Trabzonda gömrük olmağı. Çünki yoxsa gedəcəkdim Hopa gömrüyünə, limana. Orada gömrük olacaqdı, təzədən qayıdacaqdı, sıramı götürəcəyim. İndi Trabzonda qəşəng sıramı götürəcəm. Vəssalam. Trabzon sıramı götürəcəksiniz. Trabzonda gömrük olacaq. Ondan sonra səliqəli şəkildə şey eləyəcəm. Gəlib sıramı götürüb dayanacağım sıraya. Düzdür, sıra azdır. Amma yenə də bilmək olmur da. Desək. Ora qədər görək də inşallah. Çatmalıdır əslində. Yolu təqribən neçə saat eləyər, neçə saat gedərəm. Normalda Rusiya yolu olsa getməliyəm 6 saat 40 dəqiqə, 7 saata. Buranın yolu olduğuna görə yəni 8 saat zad rahat. İndi saat 3-dürsə gecə saat 12-yə qədər gəlib çatacam. Əla vaxt çatacam, rahat yataram, dincələrəm. İndi yolda yemək zad say-sağ eləsək
Elə 12-1 olacaq. Yaxşı vaxt çatacaq. Hələ 0-0-da Qarabağ oyunu var. Qarabağın oyununa baxacaq bax bu ekranda. Keçən reis güclə bəlana baxmışdım. İndi bu səfər daha rahat baxacağam çünki heç bura yükləməmişəm, mən onu yükləyim. Elə bilən bura yükləmişəm, gələ bura yükləyim. Kodun zadını yazım, mən rahat burada baxım. Telefonda çıxıb baxmaq istəmirəm. Yolda indi bunu yükləyərəm proqrama. İnşallah. Bura sənaye bölgəsidir. İndi buradan çıxacaq normal yola, oradan da gedəcək. 3 ədəd semirdir, 3 yerə boşalmadı. Krasnodarda 3 hissəyə boşalacaq. Krımda da gömrükləmədir. Buranın Zatomoşkası Trabzon, Rastamoşka Krım. Ama eyni yükdür. Tamam, yolcu yolunda gərək kameranı söndürüm, devam edəyərəm yenə çəkilişə. Bugün bilirsiniz ki, Qarabağın oyunu var. Bugün ayın 28-idir. 23:59, yəni 29:00-da Qarabağın oyunu var. Mən də o Qarabağın pərəstişkarı kimi oyuna baxacağam. Gedə-gedə baxmaq istəmirəm çünki diqqətimi oyuna verə bilməyəcəm. Ona görə 11 dəqiqəm qalıb. 11 dəqiqə ərzində bir yer tapıb saxlayayım maşını. Rahat futbola baxım. Ondan sonra sürüb gedəcəm. Onsuz da çox da yolum qalmayıb. Bir harca 65 kilometr zat qalır. Baxım rahat bitirim. Ondan sonra çıxıb gedəcəm Trabzon limanına. Bir də deyəsən çəkimiz yüksəkdir. Yüksək nə idi? Çəkimiz çoxdur. Çünki tərəzidən keçdim. 22 ton 200 təqribən yük var maşının belində. Bu da dəhşət dərəcəsində çoxdur. Görək başımıza nə gəlir. Trabzon limanında da çıxacam tərəziyə. Ən dəqiq o görsəlir. Ən dəqiq tərəzi odur. Orada dəqiq biləcəm yükün nə qədər ağırlığı var. Oyun demək olar başladı. Mən hələ yer tapı saxlaya bilməmişəm. Oradan yer tapı saxlayayım. Canavarlar oyunda otacaqlar. Hadi yer tapdım, qabağa dayanıblar. Qismətə bax da, girdim oraya baxmağa, set tutmadı orada, bir xət oldu, başqa donmağa. Gedək başqa görək, harada yer tapırıq. Canavarlar qələbə qazanacaqlar. 28-ci dəqiqədə futbol gedir və mən hələ yer tapı saxlaya bilməmişəm. Mən uduzum. Ürəyim partlayır bu dəqiqə. Necə olur, mən yer tapı saxlaya bilmirəm ya Allah haqqı. Bu oyunu dağda nə olar? Bilməm, məhanətə sürürəm, mən saxlaya bilsəydim. Yer tapıram, set olmur. Yer tapa biləyəndə set dolu olur, bilmirəm. Başa bilmirəm. Valla, çox eyf. Saxlamışdım, baxırdım. Azca 56-cı dəqiqədə 3-0 uzuruq. Ona görə sürüb davam edəm, gedim limana. Belə xırda da qoymuşam, baxıram. Eybi yoxdur. Bu arada şansım al-arıza verib. Həmmi
uçsaydı həll olardı. Buranın çox gözəl tunelləri var da. Yəni tunelin içinə baxın. Yəni dəhşət dərəcəsində. İndi yəni kamerada belə çox da bəlli olmur. Amma çox gözəldir də vallahi. İşıqlanma var zatları, hamısı. Hər birinizin sabahı xeyir olsun. Səhər saat 9-dur. Gecə gəldim limana çatdım. Da orasını çəkmədim. Çünki futboldan keyfim pozulmuşdu. Düzü play-off mərhələsinə keçdilər amma yenə də çox böyük fərqlə uduzduq. Uduzduğumuz komanda da yüngül asant komanda deyildi. Hər neysə, indi işə salmışam maşını, biraz hava yığsın. Kantardan, yəni tərəzidən keçib gətirib yenə buradan saxlayacağam. Və salam. Gözləyəcəm, gəlsinlər sənədləşməyə. Sənədləri götürsünlər, sənədləşməyə başlasınlar inşallah. Yoxlayam. Burada sizə çək göstərmişəm. Yenə göstərim. Limanında bura. Gəmilərin limanı. Burada da Karabka Aşbqa verib deyə EBS satda yanıb yenə. Danışdım, mənə demişdi də Ülvi ki, hansısa bir datikdə səndə problem var. O verəcək yerindən Aşbqa. İndi gedəndə həmin datikdə dəyişəcək və salam. Bu şanzıman arıza da gedəcək, fren sistemi arıza da. Dedim bu mənzərəni sizə də göstərib, siz də görün. Yerə bura ambardı, buğda zad gətirirlər, doldururlar da bura. Görün nə qədər göyərçin var burada. Dol göyərçinlər. Bu da mənim göyərçinim. Təqribən bir yarım saatı sənədlərimizi gətirəcəklər, çıxacaq. Bir də bu mənzərəni də görün istədim. Yəni çox mən baxdıqca zövq alıram. Yəqin ki siz də zövq alarsınız. Tərtəmiz Qaradəniz, Trabzon. Bilmirəm hər kəs belədir yoxsa. Mən dəniz kənarında çox sakitlik tapıram da. Dəhşət. Sənədlərimizi aldıq. Mən də göyə maşını təmizləyirdim. Bütün buralar yaman gündür. Yarımçıq qaldı. Gedib Popaya çatım ki orada təmiz işləri apararam. Qapıda aparıb sənədləri verək. Çıxaq yavaş-yavaş. Saat 10 tamam 11'e işləyib. Bayaq gələndə çəkmədim. Deməli, necə oldu yaddan çıxdı. Hə, evlə danışırdım, oraya çəkə bilmədim. 140 maşın var idi qabağımda, 145 maşın var idi qabağımda. 5 saat bundan əvvəl gəlmişəm. İndi artıq 4 dənə maşından sonra mənim də adım sarı olacaq, nömrəm sarı olacaq. Yəni ki, qırmızı olanda, belə görsədim. Baxın, burada görürsünüz, qırmızıdadır hələ. O sarıya dönəcək. O sarıya dönəcək. Ondan sonra ikinci parka gedəcəm. Orada ödəniş eləyəcəm. Və salam. Oradan önce gedib canlı növbəyə dayanacam. İndi bayaqdan gözüm buradadır ki, görüm nə zaman sarıya dönəcək. Mən də rahat gedim. Bayaqda ona baxıram. Düzdür, maşını işə salmışam. Artıq işə salmışam. Gözləyirəm.
Geldik çatdı kırmızı körpüye. Fəhmin dayanıb orada. Deyim də Fəhminə sürpriz edeyim. Kakras Fəhminin özü qabağı da boş deyil, yanı boş. Yorğan içində yatırma. Uşaq özünə baxandır da. Mən deyirəm, bu tır şoförünə oxşamır. Bu imkanlı uşaqdır, hər yer özünə qulluq edir. İrana gedir, sat düzəltdirir. Qırmızı körpüyə gömrəyə gəlir, sat düzəltdirir. Gürcüstana gəlir, sat düzəltdirir. Hər yerdə bərbər var. Yaraşıq da sifətə var. O başım deşilsə. Kamera maşında qalsın da, yəni telefonla davam edirik də. Bax bu uşaq Türkiyəyə getməyib, poddan yükləyib gəlib, mən gəlib Türkiyədən yükləyib gəlmişəm. Bu hələ keçən münasibət, mən ama keçəcəm, bu qalacaq. Görəcəyik Fəhmi. Mən sabah gedin, sən qal burada görərsən. Hələ sən özü həkimin var, sən gömrükdə də qalasın. Keçənməyəsən. Yox, 6 baza düşürsən, nə bəd niyə bəd? Hə, görəsən qaqava. Dünəndən gəlib gedə bilməyib, əslində getməlidir. Çəkirsən, mən sən çəkirəm belə. Bu nə sifət da? Sən deməli belə gözəlləşirsən, qaqa? İlahi, bu nə yaraşıqdır, bu nə yaraşıqdır. Sifət yoxmayıb, qaqa, bu nə maskası yedi, qardaş? Üstündən? Üstündə deyir, ha? Üzüyü niyə ağardır sanki? Üzüyü niyə ağardırsan, bax? Üzümü niyə ağardırsan? Yəni kimə göstərsən özümü? Mənim maraqlıdır. Sana bu tır videosu olmadı. Allah'ım. Başlığı yazsan Fəhminin günlük vlogu. Ölməsən də yola çıxdım. Hələ başımıza gələndən mən danışmamışam YouTube'da. İndi onları danışırsam. Görüm indi kimə nə fitma verəcəklər. Buna bax. Buna baxalım, cüzdən təşəbbüdür, inək. Yanaşır, yanaşır. Güzeldir. Heç arada yox da, tep hallan başıma var. Yeri gebayma, bu işimi görür. Gözəllik qurbanıyım. Tep hallan da yox da. Elə bir... bir ay üstü oldu, bir ay yanmışdın az qala. Fəhminin kodu hazır oldu. Bu da ikimizin canavarları. Yana, çəkil! Çəkil! Profil şəkli götürüm, ekrana qoymağa. Əslində o bir sürü büyüdü, ekran şəkli qoymalıydım o bizi. İştiba edib kəndi orada. Fəhmin, kodun gəldi. Yenə mənə təş qoyursa, bax. Yenə video çəkirəm, bax, yenə zəng gəlir mənə. Fəhminin də kodu gəldi. Mən gedirəm, bunu atıram burada. Bundan müğayət olun. Mənə təş qoyub gedir. Güzel maçı. Öpüzünə, öpüzünə. Saqqalım batır görsən. Tamam, öpürəm. Uşaqlar. Görüşər inşallah. İzləyicilər nə demək istəyirsən? Abunə olsunlar, bəyənsinlər. Onsuz da bəyənirlər. Sən bəyənməmək olar. Hayır. Yaxşı getdim, hələlik. Hələlik. De fısıldaya. Beşartlıqdan gəlmişik Moykaya, bərbər maşın yox. Fəhminə rəqabət.
Adı Elsun'dur bərbərin. Maşın nömrəsi də Elsun 001. Deməli, ayın 12-sindən reysə çıxmışıq. 12-sindən Fəhmin sayəsində bir dənə bu germetkanı biz ala bilmirdik. Sağ olsun Elsun'dan gəldim. Gətirdi, aldı germetkanı. Ay Fəhmi, görürsən ay Fəhmi. Həm bərbərəm, həm moşkəm, həm gəldi bunun germetkasını aldı. Hamısını. Bunları güzcü qapaqlarına yapışdırım, maşın biraz video düzəlsin. O boyda kaska attırmışam, hələ yapışdırmaq qismət olmuyor. Təbii ki, möhkəm germetik olsun. Özü baha da qiymət aldım, 10 manat almışam, bax bazı şey. Yarım milyon getmiş. Teşka 540 min kilometre gedib. Bir tərəfini önce yapışdırdım. Əllərin vəziyyəti. Qəşəng görsənir. Düzdür, biraz daha çox ağdır. Amma yəni beləncə nədərsə belə daha yaxşıdır. Bu da gün dəyicə sarılacaq, düzələcək. Axır hissədə gələn taxdım. Şurupsuz, zatsız. Germetika mənə ona görə lazımdır ki, bunun keçmə yerlərinə germetika vurursan ki, bu maşınlar yolda çox sirkələnirlər də, yəni çıxıb düşməsin, germetika saxlasın onu. Heh, Allah şükür. Salamatçılıqla taxdım yerinə çiçək kimi. Açırdı. Axşamınız xeyir. Elçinlə gəlmişik. Gürcüstanın ən dadlı xəncəli yeməyə. Deyir, yəni bu xəncərdən yesən də başqa heç yerdə yeməyəcəksən. Hay olsun. Sən başda görək. Çox gözəl. Buranın xəncərindən söhbət o. Ümumində səni gətirmişik, görsən. Əla. Göz haqqınızda hava edin, baxanlar. Sən də Yusuf Bey'd. Bismillah. İstidir. İstidir. Əla. Nuş olsun bizə. Sabahınız xeyir olsun. İndi oyatlar yuxudan saat 9'a 20 dəqiq qalıb. Artıq sıram çatıb, indi sıradan çıxacam. Girəcəm üzü gömrüyə. Canlı növbə olmasa girəcəm gömrüyün içine inşallah. Bax, orada nömrəm yazılıb. Belə olan halda, yəni növbəmiz çatdı deməkdir. Tır şoförü oldunsa, öyle kuru geçerse ancaq belə olur da. İran konservası, Türk çörəyi, Gürcü kolası. Və neytralda düz Azərbaycana doğru. Və şükürlər olsun, Azərbaycan torpaqlarına keçdik. Gedək çöldə. Sənədimizi götürək binadan. Onunla da gedək Bakıya. Maşını saxlayaq. Böyük ehtimal qarşı mənə arxamca babaş gələcək. Dostum gələcək dalımca. O aparacaq məni. Gedək sağ-salamat çataq. İnşallah. Sabah yox, bir gün yola çıxacaq. Çünki Dazqolu birinci gün götürmək olur, 6 bazar işləmirlər. Sənədləşmə dilədik, qurtardıq. İndi gedirəm üzü Bakıya. Qabaqdan bir dənə şofer yoldaş var, onu götürəcəm. O da Bakıya gedir. Ona görə böyük ehtimalla yolda çəkiş eləyə bilməyəcəm. Sağ-sama gelib çatım dayanacağa. Arxamca gəlsinlər, götürsünlər məni, orada da yekunlaşdıraq. Görüm bir dənə vaxt tapıb başıma gələn hadisə barəsində danışım sizə. Yəni maşında da olmasa, olsa evdə danışıb paylaşsam ki, hər şeydən xəbəriniz olsun. Yəni tır sürənlər konkret o insana yaxın durmasınlar. İzləmədə qalın. Bəyənməmişsə bəyənin, abunə olmamışsa abunə olun. Rəy yazın. Dostlarınızla paylaşın ki, daha çox insanlara çatsın video. Böyük bir ailə olaq yenə.
Geldim çatdım. Daha başladı. Dayanı ve gəlib arxamıza. Gedək içəri çapa yer tapaq saxlayaq. Gedib bir dənə yuxarıda yeri var. Niyə burada yer yoxdur mən? Başa düşə bilmirəm. Cəmaət işə getmir, işləmir, sürmür bu tırı, neynir? Konkret ağzına qədər doludur. Mənə dünən qalx yuxarıda yeri var. Burada yer var, bura verim saxlayayım qəşəng. Akuratla. Aşağı rəyətdə, gəlişinə var, gəlişinə var. Salam. Bu da məşhur babaşımız. Adı Amirdir, belə ləqəbi babaş deyirik biz ona. Gəlib sağ olsun mən aparmağa. Ha o qalsın zibildə atacaq. Yox o qalsın Turkalı rezervdir qaqa. O da o elan tırası. Bundan burada nətər görsən. Hadi. Passat göz yerində bu bas. Hələ Magnos aparacam bu bası. Maşına qoyduqlarımı niyə demirsən? Yox, dedi onlar. Yük daşımaq xidmətidir. Hələ davam edirik sənin. Aldığı yeməyi deyir amma maşına qoyduqları yük demir. Nə ola da qaqa? O yarım yük qoymusan. Nə olsun qaqa? Düş də ta. Ya hələ qurtarmamışıq axı. Biz satdıq Bakıdayıq. Amma burada yekunlaşdırıram videonu. Özünüzdə müğayət olun. Sağ-salamat gəldik, çatdıq. Magnosla ilə bir fraqment kimi çəkirəm. Ya da yaxşı orada sağollaşıram. Heç icazə vermir sağollaşmağa. Magnosla sağollaşarıq. Hər yolda sürüş. Mən qaqaş Azərbaycanda hələ belə elantıra görməmişəm də. Oğlan yaradır da, ona bax. Məni romantik havada aparır. Ambiyanslarla. Əhməddinin yeganə Passatqalı çiçək kimi elantırası. Elantıra yox, eliş. Elişi. Eliş. Bütün kəvəzələrdə olmuşam. Artyomdan ələtə kimi. Sağ olsun, gəlib dalınıza gedirik. Mənim Magnos alacaq. Nə? Bana kim dedi? Elə söz yoxdur. Kamil. Elə şey daha yox. Hansına gedirik? Ay, nə bilim, hansı açıq olar? Ondan gördüm. Hansı açıqdır? Gənclik. Ürəyən hara istəyir də, fərq yoxdur. Yolun üstü olsun, səhra. Ağşəhər. Ağşəhər. Saat neçədir? Saat elə indi 10-dur da. Elə 10 ol. O nədir? 9-dursa. 10-a işləyib. Ha, gedək Ağşəhərə səni. Heç nə, bizə uğurlu yolculuqlar. Ay Allah, Passatqalı maşın belədir də. Babasımı gətirmişəm Magnos yeməyə. Babası, babası. Duş olsun baba. Bütün gün ət yeməyi yeyirik. Allah tamcağı sağ eləsin. Sənin duş olsun. Mən də izləyicilərlə sağollaşım. Sən də sağollaş. Nə edeyim? Gəlin abunə olsunlar. Nə olsunlar? Abunə olsunlar, rəy yazsınlar. Bəyənin. Rəy gününüzə baxır, biktiysə danış da. Rəy yaz. Dostlarınızla paylaşın, rəy yazın. Dostlarınızla paylaşın, rəy yazın. Dəstək olun. Tıklayın dostlar. Sağ olun. Özünüzdən müğayət olun. Burada yekunlaşır. Plus da ki, sizə bu problem haqqında məlumat verəcəm evdə. Onu da videonun yəqin ki başlığına yerləşdirəcəm. Sizinlə mən idim Orxan Bəkirzadə. Sağ olun.